Bu parça əsasən bizi bir məqsədə, bir səbəbə, bir qüvvəyə yönəldir. Bizimlə baş verən hər şeyin səbəbi olan və daim özümüzü ona yönəltməli olduğumuz yeganə qüvvəyə. Yaradan istisna olmaqla bu dünyada heç bir başqa qüvvə yoxdur ki, nəyisə etmiş olsun. O edir və ya edəcək olsun. Hər birimiz və hamımızın başına gələn hər şey yalnız bir qüvvədən qaynaqlanır. Biz onun içindəyik və ən vacib olan şey bu əlaqəni və istiqaməti itirməməkdir. Əgər bir şey baş verirsə, bu ondandır, yaradandandır. Əgər biz nəyəsə can atırıqsa, bu yalnız ona olmalıdır. O zaman biz çaşmayacağıq və düzgün şəkildə məqsədə çatacaq. Məqsəd ondadır ki, hər şeyin qaynağı olan və bizim ona yönəlməli olduğumuz bu qüvvə içimizdə hiss olunsun. Biz bu qüvvədən yapışaq və daim onunla əlaqədə və tam birləşmədə qalaq. Vəssalam. Bütün Kabala elmi mahiyyətcə bizi bu münasibəti qurmağa istiqamətləndirir. Kabala alimlərinin danışdığı hər şey bu sistemdir. Yəni, necə yaradan qüvvələri göndərir və onlar bizə çatır, necə biz bu qüvvələri qəbul edirik və onlara yaradan qarşısında cavab veririk. Və bizimlə yaradan arasında cəmiyyət var, yoldaşlara sevgi var. Əgər biz oxuyuruq, öyrənirik və bir-birimizlə düzgün əlaqələr qururuqsa, yaradanla get-gedə daha çox yaxınlaşırıq. Belə çıxır ki, yaradan gizlidir, bizə bəlli deyil, lakin məhz yoldaşlara sevgi vasitəsilə aşkar olunur. Biz yaxınlarımızla, bütün təbiətlə, yəni cansız, bitki, heyvan səviyyəsi ilə, lakin xüsusilə də danışan səviyyə ilə, yəni insanla nə qədər düzgün əlaqə qururuqsa, o qədər də bu eyni istiqamətdə, bu eyni qüvvə və niyyətlə bizi yaradan sevgisinə, onunla əlaqəyə və onun aşkarlığına çatdırır.